gəzdiyimiz döşəmə örtüyü nə qədər dözümlü və rahat olarsa, atdığımız addımlar da bir o qədər inamlı olar. Söhbət sadəcə döşəməni qoruyan örtükdən getmir. Söhbət məkanın dizaynını dəyişən parketlərdən gedir. Parketlərdə ən çox populyar olan palıd ağacından istifadə olunur. Çünki palıdın sıxlığı nisbətən digər ağaclardan daha möhkəmdir. Nisbətən qoz ağacından da istifadə olunur, digər ağac növləri də var. Ən çox tələb olunan bizdə hal-hazırda mühəndis lövhələrdir. Çünki həm uzun ömürlüdür, həm isti döşəməyə yararlıdır, həm də əlavə olaraq bir neçə qatdan ibarət olduğuna görə aralanma, genişlənmə baş vermir bu parketlərdə. İnterior dizaynda döşəmə ən böyük səthlərdən biridir. Buna görə də parketlər məkanda vacib detallardan biri sayılır. Bəs seçim edərkən nələrə diqqət edilməlidir? Parket seçərkən dözümlülük, uzun ömürlülük, əlavə olaraq keyfiyyət. Keyfiyyət birinin növündə öz sözünü deməlidir ki, parket barəsində hər hansı bir problem yaşamayasınız. Yəni düzülüşlər sadəcə dizayn hansı üslubda verilibsə, ona uyğun olaraq parketin düzülüşü və rəngi seçilməlidir. Yəni burada artıq sizin qapınız da rol oynayır və yaxud kermogranit varsa kermogranit də rol oynayır. Yəni hər bir detal parketlə özünü belə deyim uzlaşmalıdır. Parketin rəngi, quruluşu, hətta naxışı belə məkanın ümumi görünüşünə birbaşa təsir göstərir. Xüsusilə də söhbət evdən gedirsə, bu zaman mənzilin daha isti və geniş görünməsində mühüm rol oynayır. Qonaq otağına müxtəlif düzülüşdə, fərqli üslublarda parketlər seçirlər. Çünki görsənən hissə ora olur. Biz yataq otaqlarına daha geniş görsənsin deyə adi düzülüş, saya düzülüş dediyimiz, yəni saya düzülüşdən istifadə olunaraq veririk. Yəni burada bizdə məsələn fransız yolkalarıdır, çay yarpağıdır, məsələn kofe dənəsidir. Yəni bunlar hamısı zal otağı üçün nəzərdə tutulub. Amma yataq otaqlarına bu parketlərdən istifadə edəndə nisbətən daha çox yığılmalar baş verir. Yəni kiçik göstərilir, belə deyək. Parketlərin təmizliyini isə mütəmadi diqqət edilməlidir. Çünki bu növ döşəmə örtüklərinin uzun ömürlü olması məhz onlara edilən düzgün qulluqdan asılıdır.